Gəncədə 17 yaşlı yeniyetmə Elgünün mütəmadi olaraq siqaret çəkmək üçün Gəncə Texnologiya Universitetinin yararsız istifadəsiz qalan yataqxanasının həyətinə gedirmiş. Orada 1, 2, 3 siqaret çəkib sonra evinə gedirmiş. Cavan uşaqlar da orada atası bilməsin, anası bilməsin. 11-də oxuyan uşaqdır da. May ayının 12-sində Elgün yenidən yataqxananın həyətinə gedir. Orada 2 siqaret çəkir və 2 siqaret çəkəndən sonra bir hadisə ilə rastlaşır. Belə ki, Elgün İbrahimov 4 polis əməkdaşı və 2 mülki şəxsi görüb. Polislər mülki şəxsin maşınından polis post patrol maşınına nəsə yükləyirdilər. Elgün də çox yaxında idi və gizlicə telefonla bunları çəkməyə başladı. Gizlicə. Hadisədən sonra məlum olub ki, həmin şəxslər Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi Ramin Mehdixanlı, onunla birlikdə 3 polis əməkdaşı və narko tacirlər olubdur. Elgün bunları gizlicə videoya çəkərkən Elgünün telefonuna SMS gəlir və telefon səs eləyir. Və SMS gələndə Cinayət Axtarış rəisi polislərə tez çığırır ki, burada kimsə var, tutun onu. Elgün qaçmaq istəyərkən onu tutublar. Yeniyetməni Elgünü tutan kimi elə yerindəcə zərbələr vururlar. Telefonunu əlindən alırlar, zərbələr vururlar. Sonra da Gəncə polis rəisi General Teymur Hacıyevə Gəncə Baş Polis İdarəsinin rəhbəri, yəni bu əməliyyat rəisi öz rəisinə, generala mərzu edir ki, və belə bir hadisə oldu, telefon gördük, nə bilim, nə inədiyini ağardı, dedi, onu sağ bıraxsaz da deyər, sırası yerindəcə qərar qəbul ediblər, üstəlik də bədəninə biraz xəsarətlər yetiriblər və binanın başına qaldırırlar, onu oradan Dövlət Təhlükəsizlik Xidməti və Prokurorluq Vilayət Eyvazova deyiblər ki, işin üstü açılıb, milyonlar baxıb, gəl. 2 polisini, orada indi rəisi qoy kənara, orada 2 polis oldu, 3 polis oldu da 4. Biri deyək ki, generalın mavinidir, baş polis, general. O birisi 3-dən 2-sini gəl rasxoda verir. Hadisəyə don geyindirib ən azı 2 polisi həbs eləyək. Vilayət Eyvazov bununla razılaşmır. Qırğın gedir bu dəqiqə yuxarıda. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əlin Ağayev bu barədə İlham Əliyevə məruzə edibdir. İlham Əliyev əsəbləşib ki, mənim bu dəqiqə kiminsə məşğul olası vaxtım yoxdur. İlham Əliyev birinin üstündən yıxın, işi bağlayın. Yaxın 10 gün ərzində cinayət hadisəsini hadisəyə aidiyyatı olmayan şəxsin üstünə yıxıb söhbəti bağlayacaqlar. Artıq bu qərar yuxarıda qəbul edilib. Vəssalam. İndi lox axtarırlar. Hə, Gəncədə narkoman axtarırlar. Gəncədə lox axtarırlar ki, binanın başına çıxmışdır. Mən çəkdim, o da çəkən də öldü. Bir baş şey verən kimi özünü tulladı. Don geyindirəcəklər də qarşı. Ya bir qız üstündə qoyacaqlar söhbəti. Ya nə bilim, binanın başından özü tullandı. Ya ailədə dalaşmışdı, ailəni razı salacaqlar. Ailədə dalaşıb çıxıb özünü atmışdı. Qardaş, dedim, yuxarıda qərar qəbul edilib. İlham Əliyev birinin boynuna qoyun, söhbəti bağlayın. 2 polisi belə cinayətə bulaşmış, 4 polisdən ikisini belə rasxoda vermədilər. İlk başda 3 qurum, Baş Prokuror Kamran Əliyev, Dövlət Təhlükəsizlik Xidməti Əlin Ağayev və Daxili İşlər Naziri Vilayət Eyvazov ilk başda belə don geyindirmək istəyiblər ki, güya Elgün gəlib siqaret çəkməyə. Yararsız olan yataqxananın içində bir neçə narkomanla rastlaşıb, onlar Elgündən pul istəyib, Elgün də olunan 60 manat pul istəyiblər, Elgün də pulu verməyib, onlar da Elgünü döyüb atıblar yuxarıda. Hakimiyyət bunun üzərində